Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük sizi yeni vloqda. Bu vloqun əvvəlində istəyirəm Gülgəndi necə hazırlamışam onu qoyum. Çünki keçən vloqda qoydum. Nəsə video yaxşı olmadı, axıra yaxın yaxşı düşmədi, görsənmədi. Ona görə həmin videonun axırını bu vloqun əvvəlində qoyacağam. İnşallah sizə də xoş izləmələr. Görək, indi mən günəşi hardan tapıram ki, bunu 40 gün günəşin altında qoyum bu yağışlı havalarda. İndi də baxın, hələ də yağış yağır. Sabah da yağış yağmalıdır. Bəlkə biri gündən açıldı. Görək nə vaxt açılır. Yenə mənim südlə olan eksperimentlərim davam edir. Axşam yenə süd bişirirdim. Bunu mənə keçən dəfəki vloqda bir xanım yazmışdı ki, bəs içinə rozetka qoy. Mən bunu başa düşdüm, mürəbbə qabı demişdi məncə. Mən bunu başa düşdüm, bunu qoydum. İndi əgər nəyisə səhv eləmişəmsə, həmin xanımdan xahiş edirəm ki, yazsın ki, bəs düz deyil də başqa bir qab lazımdır. O düzdür, mənə qabaqlar da yazmışdı bunu, mənim sadəcə yadımdan çıxmışdı. İndi keçən vloqda yazıb ki, bəs mən demişdim axı ki, bunu qoy, bu çox yaxşıdır. Deyir ki, mən qoyuram, sonra heç baxmıram, gedirəm, işimi görürəm, gəlirəm ki, süd qaynayıb, heç daşmayıb da. Mən də belə elədim, bunu da sınaqdan keçirdim, amma nəsə məndə alınmadı. Düzdür, gec daşdı. Baxdım ki, qalxmaq istəyir, amma qalxa bilmirdi süd. Amma yenə də axır əvvəl qalxdı, daşacaqdı, artıq qazandan töküləcəkdi süd. Altını tez keçirdim. Gördüyünüz kimi qırağından da necə qaynayır, başqa cür qaynayır. Adətən belə olmur. Süd elə birdən başlayır, qalxır, daşır. Amma burada belə qaynaya-qaynaya qalxdı. Yavaş-yavaş qalxsa da, amma yenə də qalxır. Yenə də bunu da qoyub getmək olmaz. Gərək yanında durub südün baxasan. Ona görə bu da məncə alınmadı. Və həmin xanımdan xahiş edirəm, əgər baxırsa bu videoya, mən nəyisə səhv eləmişəmsə, yazsın nəyi səhv eləmişəm. Çünki istəyərdim ki, nəsə belə bir metod tapım ki, südü qoyub, gedib işimi görə bilim. Yoxsa ki, qalıram südün yanında, ya nəsə işə gedəndə qızlara deyirəm, baxın, onlar da olur ki, də fikirlərindən yayınır. Ona görə istəyərdim ki, bilim. Salam, yeni bir gündən hamınıza salam olsun, xoş gördük. Südü dünən axşamdan bişirdim. Prosta isti idi deyə elə qoydum burada mətbəxdə. Getdik, yatdıq. İndi səhər istəyirəm bundan biraz uşaqlara düyü kaşası bişirim, yayma. Amma üzünü yığacam ki, həm üzü olanda xoşlamırlar, sırası yemirlər. Həm də bu ayrı yeyilsində. Biraz yaxına gətirim. Üzünü yığdım, sadəcə çəkə-çəkə eləyə bilmirəm, tökülür qırağa, ona görə elədim. İndi istəyirəm biraz kaşa pişirim, dediyim kimi. Düyü götürüm, yumru düyü. Yuyum onu ki, südün içinə qatım, pişsin. Bəs olar məncə. Tamam, bəsdir. Çox eləyəcəm. İstəyirəm axşama da qalsın. Çünki Sara da xoşlayır. Axşam gələndən sonra bağçadan yeyər. Gülkəndlər də buradadılar. Qoymuşam.
Burada. Bura qəşəng gün vurur. Gün çıxanda düzdür, hələ ki gün yoxdur. Hələ ki yoxdur, amma inşallah ki çıxacaqdır. Çünki hava yaxşıdır, aydındır, göyün üzü. Çıxacaqdır yəqin ki. İnanırsınız, elə gözəl dadı var. Hətta özümdə dadına baxdım. Uşaqlar da başından uca yeyiblər. Elə gedirlər, gəlirlər ki, mama nə olar bizə ver, qəşəngdir bu. Gül mürəbbəsindən də qəşəng oldu bu. Bundan inşallah hər il eləyəcəm. Çox xeyirdir bu, çox xeyirdir hər şeyə. Ona görə bundan hər il eləyəcəm. Gördüm ki, bəyəndilər. İndi taxta qaşıq gətirmişəm. Taxta qaşıqla bunu qarışdıracağım. Əslində belə qarışdırmıram, belə altdan yuxarı eləyirəm. İndi sadəcə bir əllə eləyə bilmirəm deyə biraz belə eləyəcəm, sonra yaxşı qarışdıraram. Ucu şəkər də içində tamam əriyibdir. Belə. Qızları da, böyükləri bu yay rəssamlığa yazdırdıq. Bizim kursda açılmışdı. Düzün deyim, elə də fikrim yox idi qoymaq. Sadəcə müəllimənin əl işlərini gördüm, çox bəyəndim. İstədim ki, mənim qızlarım da gələcəkdə elə bir şəkillər çəkə bilsin. Onun qədər də olmasa, amma nəsə də çəkə bilsinlər. Çox sevirəm bu sənəti. Bir dərs qoydum, baxdım ki, uşaq qızların marağı da var. Yaxşı da qəşəng çəkirlər. Müəllimə də dedi ki, götürümlər çox yaxşıdır. Ona görə ikisini də rəssamlığa qoydum. Bu yay boş durmasınlar, nə isə öyrənsinlər, maraqlı. Bu da müəllimənin əl işləridir. Sizin üçün də çəkdim, baxasınız, görün necə gözəl çəkir. Yəni, mən də çox istəyərdim. Yaşım az olsaydı, mən də başlayardım belə öyrənməyə. Amma artıq gecdir. Görürsünüz, nə gözəl şəkillər çəkir müəllimə. Əlinə sağlıq, çox gözəldir. Sizin üçün də çəkdim, siz də belə gözəllikləri görəsiniz inşallah. İnşallah mənim qızlarım da gələcəkdə belə şəkillər çəkirlər. Çox həvəslənmişəm, çox istəyirəm ki, bunu davam elətdirib, onlar da belə gözəl şəkillər çəksinlər inşallah. Və əlbəttə ki, günün sonu biz Saranı bağçadan götürürük, gedirik evə. Hələ ki, evdə işlərimiz davam eləyir, amma artıq çöldəki işlərimiz bitir, gedirik evə və sizinlə də sağollaşım.